Biologiya test toplusu birinci hissə vegetativ orqanlardan kök, yeraltı qidalanma və gübrələr. Birinci sualda yer kökünün, meyvə köklərinin və kartofun gövdə yumrularının böyüməsini daha çox sürətləndirir. Gübrələr hissəsində öyrənmişdik ki, meyvə kökləri, gövdə yumruları və həm də soğanaqlar kaliumlu gübrələrlə qidalanır. Ona görə də birinci sualda cavab D-dir. Bunu fikirləşə bilərik ki, bəlkə yer kökündə düzdür, kökün şəkil dəyişməsidir. Amma kartofdakı gövdə yumrusu axı gövdənin şəkil dəyişməsidir. Ona görə azotlu gübrə bəlkə cavab fikirləşə bilərsiniz, amma gübrələrdə qeyd olunub ki, kaliumlu gübrələr hissəsinə ora meyvə kökləri, gövdə yumruları və soğanaqlar bura aiddir. Sonra cəfərinin gövdə və yarpaqlarının böyüməsini sürətləndirir. Burada olacaq azotlu gövdələr, gövdə və yarpaqlara aid idi. Həşərat tutan bitki, aloe, itiburnu, şeş çiçəyi, aqava lərqi. Həşərat tutan bitki şeş çiçəyidir. Cavan əsas kökdə törədici toxumu harda yerləşir? Əsas kökdə törədici toxuma kök küsküyünün üzərində yerləşirdi. Yəni üstündə kök küsküyünə böyümə zonasının arasında olur B variantı. Əksər bitkilərdə kökün funksiyasına aid deyil. Burada fotosintezi görülür. Yerə baxan kimi yeraltı qidalanma aiddir. Bitkinin torpağa bərkitmə aiddir, ötürmə aiddir. Üzvü maddə toplanma necə aid olur? Əgər məsələn meyvə kökdürsə, meyvə köklərdə üzvü maddə toplanır, ehtiyat qida maddəsi kimi. Elə 6-cı sualda da eyni sualı verirdir ki, funksiyasına aid deyil. Burada da transpirasiyanı götürə bilərik ki, bu yarpaqlarda gedir. Və yaxud da yer üstü deyə bilərik də, yarpaqlarda gedir. Yəni yer üstü deyəndə yarpaqlarda. Burada bitkinin torpağa bərkitmə, kökün funksiyası da su və mineral maddələrin sorulması, kökün funksiyası da ehtiyat qida maddə toplamaq. Dedik ki, kök yumruları və s. şəklində, yeraltı kökün yeraltı şəkil dəyişmələrində ehtiyat qida maddəsi, üzvü maddə toplanır. Qida maddələrinin sorulması, bu da suyun sorulmasını misal göstərə bilərik ki, aiddir. Kökümsofu olmayan bitki. Məsələn, 5-ci sualda da A variantı yenə suyun sorulmasını nəzərdə tutur. Yeraltı qidalanma dedikdə. Kökümsofu olmayan bitki burada zəfərandır. Zəfəranda soğanaqlı yumruydu. Qalan hamısında kökümsov var. 8-ci sualda baxaq variantlar deyir ki, hansı şəkildə hansı bitki aid şəkil dəyişimi göstərilməyib. Elə ən birinci inci çiçəyini görürəm, yəni inci çiçəyinin üstünə çəkim görürəm bunu. Sonra çiyələyi görürəm, buradadır. Zambağı görürəm, buradadır. Georgini görürəm, buradadır. Burada bir dənə zirinç yoxdur, bu isə kartof idi. Yəni cavab D variantı oldu. Qarğagözünün kök sistemi necədir? Deməli, qarğagözü yalnız yarpağına görə istisnadır. Qarğagözü bir ləpəli olmasına baxmayaraq tor şəkilli damarlanması var idi yarpağında. Amma kök sistemi istisna deyil. Kök sistemi elə bir ləpəlilər kimidir. Yəni saçaqlı kök sistemidir. Kök küsküyünün funksiyası. Əmici tellərin formalaşmasında iştirak edir, yox. Gövdəyə su və mineral duzlar ötürür. Gövdəyə su və mineral duzlar ötürür, yox. Bu əmici tellər vasitəsilə olurdu. Kökün yoğunlaşmasını təmin edir. Bu da buna aid deyil. Kökün yoğunlaşması. Ümumiyyətlə kök küsküyündə belə bir proses getmir. Yalnız törədici toxuma olan hissələrdə bu gedə bilər. D variantı su və mineral duzların torpaqdan sorulmasına iştirak edir. Bunu dedik, əmici tellərdir. Sonra kökün üzünü zədələnməkdən qoruyur. Bəli, burada cavab budur. Sonra saçaqlı kök sistemində saçaqlı kök sisteminə malikdir. Kələm və ümumiyyətlə saçaqlı kök sisteminə bir ləpəllər aid idi. Ona görə bir ləpəli axtarıram. Məsələn, A-da elə kələmi ən birinci gördüm, onu çıxıram. C-də qızıl gül görürəm, çıxıram. Elə günə baxanda. Sonra çuğundur.
Turp, çuğundur və turp. Və burada çuğunduru çıxıram. Sonra qarğıdalı və çəltik. Bunların hər ikisi bir ləpəlidir. Cavab da elə B variantıdır. D-də lobya, noxud hər ikisi iki ləpəlidir. Yeni əmici tellər bölünmə zonasının hüceyrələrinin bölünməsi zamanı çıxıntılar şəklində əmələ gəlir. Bölünmə zonasının hüceyrələrinin bölünməsi zamanı çıxıntılar şəklində əmələ gəlir. Burada bölünmə zonasından bir qat daha yuxarıda yerləşir. Yəni bölünmə zonası, sonra böyümə zonasıdır, sonra sorucu zonadır. Ona görə də uzaqdadır. Yəni bu cavab olmaya bilər. B variantına baxaq. Ötürücü zonada yerləşmiş yaşlı hüceyrələrin çıxıntısı şəklində əmələ gəlir. Burada yazılıb ki, çıxıntılar şəklində əmələ gəlir. Bu isə düzdür, amma qabıq hüceyrə, kökün qabıq hüceyrələrinin çıxıntısı şəklində əmələ gəlirdi. Demirdi ki, ötürücü zonada yerləşmiş yaşlı hüceyrələrin, ona görə də bunu üstə çəkək. Böyümə zonasından yuxarıda yerləşmiş cavan hüceyrələrin çıxıntılar şəklində əmələ gəlir. İndi C variantı da deyil. Böyümə zonasının yaşlı hüceyrələrinin bölünməsi zamanı çıxıntılar şəklində əmələ gəlir. Bu da səhvdir. Burada bölünmə zonasının hüceyrələrinin bölünməsi zamanı çıxıntılar şəklində əmələ gəlir. O da deyildi heç. Qabıqda yerləşmiş kambi hüceyrələrinin çıxıntısı şəklində əmələ gəlir. Bunların heç biri cavaba uyğun gəlmir. Yox, C-nin üstündən mən niyə xət çəkmişəm ki? Axı C-də deyirdi, böyümə zonasından yuxarıda yerləşmiş. Yəni ötürücü, böyümədən yuxarıda, ötürücü deyirəm, böyümədən yuxarıda sorucu zonaydı da, düzdür. Həmin o sorucu zonada da əmici tellər yerləşirdi. Onun qabıq hüceyrələrindən əmələ gəlirdi. Ona görə də cavab olacaq C variantı. 13-cü sual. Cavabların hansında kök növlərinin inkişafı düzgün göstərilmişdir? Əsas kök rüşeym kökçüyündən, əlavə və yan köklər əsas kök rüşeym kökçüyündən olur. Bu düzdür. Əlavə və yan köklər gövdədən inkişaf edir. Bu səhvdir. Yan köklər çünki kökdən inkişaf edir. Əlavə köklər gövdədən inkişaf edir. Əsas kök rüşeym kökçüyündən, əlavə köklər gövdə və yarpaqlardan, düzdür. Bu ikisi düzdür. Yan köklər əsas, əlavə və yan köklərdən inkişaf edir. Bəli, bu da düzdür. Cavab olacaq B variantı. C-yə baxaq. Əsas və əlavə köklər rüşeym kökçüyündən, əlavə kök rüşeym kökçüyündən eləmir. Əsas və yan köklər rüşeym kökçüyündən yenə yan kök etmir. Əsas kök rüşeym kökçüyündən, əlavə köklər yan köklərdən inkişaf edir. Bu da tərsinədir. Yan köklər əlavə köklərdən ola bilər. 14-cü sual. Kök yumruları göstərilənlərdən hansında əmələ gələr? Kök yumruları hansı köklər idi? Əlavə və yan köklər. Əlavə və yan köklər olduğu üçün burada saçaqlı kök sistemi də ola bilər. Mil kök sistemi də ola bilər. Hər ikisində əlavə və yan köklər var. Ona görə görək cavab həm saçaqlı, həm də mil kök sistemindən cavab C variantı. 15-də hansı ardıcıllıq kökün torpaqdan udduğu suyun düzgün hərəkətini əks etdirir? Kök torpaqdan sorucu zona vasitəsilə udur və onu ötürücü zonaya ötürür. A variantı düzdür. B-də və C-də kök üsküyünü görürük ki, bu heç aid deyil. D-də böyümə zonasını görürük ki, böyümə zonasına aid deyil, çünki böyümə zonası sorucu zonanın aşağıda yerləşir. Və birinci olaraq sorucu zonada əmici telləri vasitəsilə sorulduğu üçün yuxarı gedəndə o böyümə zonasına gedə bilməz. Ona görə də belə deyil, böyümə zonası və ötürücü zona. Bunu da dedik ki, böyümə zonasına niyə başlaya bilməz. 16. Meyvə köklərinin aşağı hissəsindən hansı köklər inkişaf edir? Meyvə köklərin yuxarı hissəsi gövdədir bilirik. Aşağı hissəsi isə kökdür.
Və kökdən hansı kök inkişaf edə bilər? Yan köklər. Ona görə cavab D. Kök yumrularından hansı köklər inkişaf edir? Kök yumruları əlavə və yan köklər idi və ondan da yalnız yan köklər ilə inkişaf edə bilər. Burada məsələn Y variantı yan kökləri olan əlavə kök, yox, bu deyil. Yan kökləri olan əsas kök, bu da deyil. Bitkidə köklər yalnız gövdədən və onun əmələ gətirdiyi kök növündən inkişaf etmişdirsə, bu bitkidə hansı kök növləri olmaz? Deməli, yalnız gövdədən inkişaf edibsə, burada saçaqlı kök sistemi olacaq. Yəni, və yalnız gövdədən olduğu üçün əsas kök ola bilməz. Çünki əsas kök Rüşeym kökçüsü ilə əmələ gəlirdi. Yəni, əsas kök olmayacaq, amma əlavə kök ola bilər. Ona görə əlavə kökdən yan kök də çıxa bilər. Sadəcə əsas kök olmayacaq. 19-da şəklini dəyişmiş kökləri olan bitkiləri müəyyən edin. Şəklini dəyişmiş kökləri olsun, deyir. Bu deməli bizdə lazımdır kök yumruları, meyvə köklər, bu kimi. Baxaq. Gecikdəndə kökümsov var idi. Bu da kökümsov. Gövdənin şəkilləşməsidir. Ona görə ikincisini xətt çəkək. Soğan. Soğan soğanaqdır və soğanaq da aiddir yenə gövdənin şəkilləşməsinə. Sonra kartof gövdə yumrusudur, yenə gövdəyə aiddir. Və çuğundur var burada. Çuğundur meyvə kökdür. Çuğundur meyvə kökdür və kökün şəkil dəyişməsidir. Çuğundur olar. Sonra Georgin var. Georgin nə idi? Georgin də soğan gülü idi Azərbaycanca adı, kök yumrusuydu. Çiyələkdə də yoxdur, yəni cavab olur yalnız 4-dən 6 A variantı. 20-də mineral gübrələr üzvü gübrələrlə müqayisədə bitkilər tərəfindən daha tez mənimsənilir. Çünki artıq onlar üzvü gübrələr bilirsiniz olur. Üzvü maddələr orada parçalanır qeyri-üzvü maddələrə, sonra suda həll olub udulur. Baxaq burada nə var? Onlar suda gec həll olurlar. Xeyr, mineral gübrələr sözünü birinci dediyi üçün ona dayda tez həll olur deməli idi. Onların tərkibində bakteriyalar olmur, adət yoxdur. Onların tərkibində su az olur. Su az olur, yox, əlaqəsi yoxdur. Onların minerallaşma ehtiyacı yoxdur. Bəli, onsuz minerallaşmış şəkildədir. Y variantı onların əksəriyyəti suda yaxşı həll olunur. Daha da deməli idi ki, olur. Ona görə Y də səhvdir. Sonra şəkildəki bitkilərə aid hansı fikir səhvdir? Burada turpu görürük və yer kökünü görürük. Turpda nəyin şəkil dəyişməsi idi? Yer kökündə nəyin şəkil dəyişməsi idi? Hər ikisində meyvə kök idi. Turp və yer kökü hər ikisində meyvə kökdür. Meyvə köklər hansılar idi? Turp, yer kökü, çuğundur, şalğam. Ehtiyat qida maddələri əlavə və yan köklərində toplanır. Bu səhvdir. Bu kök yumrusuna aid bir fikirdir. Amma bunlarda necə idi? Gövdənin yuxarı hissəsində gövdə idi. Yəni gövdənin aşağı hissəsi buradır. Bura isə əsas kökdür. Yeraltı hissəsi kökün şəkil dəyişməsidir. Düzdür. Ehtiyat qida maddələri. Biz A variantı xəstə həssək, deməli səhv soruşurdu. Yəni A olar. Sonra C-də ehtiyat qida maddələri əsas kök və gövdənin aşağı hissəsində toplanır. Düzdür. Kökləri qeyri-adi, xarici görkəm alır. Düzdür. Y variantında da nədir? İndi silinəcək, aşağı eləsin. Kitabdan baxın. Yeraltı şəkil dəyişməsi meyvə kök adlanır. Bəli, hər ikisində meyvə kökdür. Hər ikisinə aiddir. 22-də əmici tellər olan zonaya aid ola bilər. Yəni sorucu zona. Tam formalaşmış vəziyyətdə olan ötürücü borular yerləşir. Ötürücü borular tam formalaşır ötürücü zonada. Yəni orada tam formalaşmamış halda olur. Burada da deyir ki, tam formalaşmamış vəziyyətdə olan borular yerləşir, düz ola bilər.
İkidə tam formalaşmış vəziyyətdə olan ötürücü borular bu artıq ötürücü zonaya aiddir. Kökün uzunluğa böyüməsini təmin edir. Kökün uzunluğa böyüməsini təmin edir. Əmici tellər olan zon sorucu zona. Bu aid deyil. Böyümə zonası ilə ötürücü zona arasında yerləşir. Bu düzdür. 23-də bitkinin kökünün hansı hissələrində kök təzyiqi ola bilər? Kök təzyiqi sorucu zonada olacaq əlbəttə ki, çünki sorucu zonadan sorulmağa başlayır. Sorucu zonadan aşağıda olmayacaq. Məsələn, kök üsküyündə olmur. Ötürücü zonada olacaq. Bölünmə zonası da daha aşağıda olduğu üçün orada da olmur. Yəni cavab yenə 1-4. 24-cü sual. Bitkinin kök sistemi bir əsas kök, 8 əlavə və 30 yan kökdən təşkil olunmuşdur. Bu kök sistemində cəmi neçə kök üsküyü var? Deməli, bitkinin kök sistemində dedik ki, bir dənə əsas kök var. Bu bir dənə əsas kökün ucunda da bir dənə kök üsküyü olacaq. 8 əlavə kök var. 8 əlavə kökündə hər birinin ucunda əlavə köklər burada gövdədən çıxacaq da. Əlavə köklərin ucunda hər birində bir dənə olacaq yenə. Bunlar isə yan köklərdir. Budur, belə yan köklər. Bunların da hər birinin ucunda bir dənə olacaq. Yəni ki, toplayarıq cəmini 1, 8, 30 eləyir 39. 25-də isə vegetativ çoxalma nəticəsində əmələ gəlmiş bitkinin, deməli bunda əsas kök yoxdur. Kök sistemində 38 kökün 30-u yan kökdür. 30-u yan kökdür, deməli 8-i də əlavə kökdür. Bu kök sistemində neçə kök üsküyü var? Neçə kök üsküyü var? Elə əslində bunu boş-boşuna yazmış oldum yəni. Çünki 38 kökün hər birində ümumi kök sayını deyir ki 38-dir. 38 kökün də hər birində bir kök üsküyü olacaq. Yəni cavab da 38. Bir də təkrar 22-yə qayıdıb baxmaq istəyirəm. Əmici tellər olan zonaya aid deyil demişdik. Aid ola bilər. Əmici tellər olan zonaya aid ola bilər. Bura yazmışdıq ki 1-4. Tam formalaşmamış vəziyyətdə olan ötürücü borular. Lakin əmici tellər olan zona sorucu zonada tam formalaşmış olur. Burada çaşmışam, elə demişəm, yəni 2-4 olmalıydı. Çünki tam formalaşmış vəziyyətdə olur əmici tellər olan zonada.